Gülürük. Narazı değilsiniz dişlərdən. Yox, çox sağ ol. Əllərinizə sağlıq, çox qəşəng. 70 yaşlı bir anamız üçün belə bir protez düzəltmişik. Protez sadə protezdir. Yəni estetika baxımından deyirəm ki, yüksək estetikaya diqqət yetirilməmişdir, amma sadə protezdir. Protezdə bu hissədə bir ədəd dişimizin yeri vardır ki, həmin hissə boş olur və bu hissədə protez yumşaldığı üçün, yəni kövrəkləşdiyi üçün, daha dözümsüz olduğu üçün içərisindən bir metal karkas da aparılmışdır ki, burada sınmaya qarşı, sırf buralarda sınmaya qarşı daha dözümlü olsun. Əgər metal karkas olmasaydı, biz bu akril materialı daha qalın eləməliydik. Bu səfər dil üçün daha darısqallıq olur. Amma burada yetəri qədər incəldə bilmişik. Ondan əlavə bu dişlərin oturuşu burada əlimdən nətər göstərirəmsə ağızda da elədir. Yəni yuxarı dişlərin ucları görürsünüz gəlib aşağı dişlərin arasına girməklə bu birinci sinif olaraq normal bir qapanış əldə edib. Dişlərin ümumi üzə yaraşıqlığı, rəngi falan hamısı pasiyentin üzünə görə seçilmişdir. Burada diqqət eləsək, ümumiyyətlə sentral dişlər uzun, yan kəsicilər qısa, xanım üzünə yaraşan bir formada daha kökləri çölə doğru. Yəni normal bir görünüş əldə eləmişik deyə düşünürəm. İçərisində isə burada yuxarı protezdə də metal setka vardır. Burada görünürsə əgər yuxarıda metal setkamız vardır. Burada binaların içindən gedən o armatur karkaslar kimi bu da protezin içindən gedib protezi sınmalardan qoruyur. O deməkdir ki, protez belə düşəndə belə sınmayacaq. Bu orta falan deyil. Sırf protezin ortadan yarılmasına görə rol oynayır. Bəzən görürsünüz ki, toruslu çənələr olur falan, yəni ortasında bir qübbə kimi çıxıntılar və yaxud balanslı protezlər nəsə, onlarda sınmaya meyilliklər ola bilər. Bu protezi sınmalardan qorumaq üçündür və pasiyentimizə bunu təhvil verək. Bugün təhvil günüdür. Ümumi götürsək yuxarı çənədə vəziyyət bu tam dişsiz, aşağıda isə bir ədəd diş var ki, bunu da özümüz qoyduq. Yəni eyni rəngdə, eyni formada. Qarmağı istənilən vaxtda sıxa bilirik. Yəni qarmağın aktiv hissəsindən sıxmağımız mümkündür. Belə bax keçir. Belə keçəndə artıq protez bir diş olduğu üçün belə tərpədə bilirik bunu. Çünki bir dişimiz vardır burada. O səbəbdən də saxlaya bilirik. Yuxarıda da ümumi yapışma yaxşıdır, zəif deyil. Yandan bir qapanışa baxsaq, tamamilə də dişlər prikusdadır. Bu tərəfə də bir qapanışa baxsaq, tamamilə də prikusdadır. Burada da bağlayın, sıxın. Bax, ara yoxdur. Bu qarmaq da burada metal qarmaq da görünmür. Ümumi köhnə protezini də göstərsək, budur. İllər ərzində öz dişləri yeyilib düzdür. Buradakı bir fərqi göstərəcəm mən. Fərq məsələn bura ilə buranın arasındakı məsafəyə baxaq. Bu yeni protezdə daha çoxdur. Bu da ondan irəli gəlir ki, bu gülüş xətti ki var. Zaman keçdikcə bu əvvəl burada olubsa, yaş artdıqca yavaş-yavaş gəlib belə düşür. Düşdükcə biz də dişi artırmışıq aşağıya doğru, dişlərin görünməsinə doğru. Amma daha çox artıranda burada bəzi hərflər var ki, məsələn onları deyə bilmir. Məsələn F hərfinin deyilişi sırf o dişlərdən asılıdır. S hərfləri ki var, V, F, S hərfləri ki var. Bunlarda pasiyentlər əziyyət çəkir. Bağlayaq. Burada isə danışıqda bir qüsur olmayacağını düşünürəm. Gülürük ana. Gülürük. Narazı değilsiniz dişlərdən? Yox, çox sağ ol. Əllərinizə sağlıq, çox qəşəng. Bizə harda görüb gəlmişdiniz? Mən sizi izləyirəm. İl yarım idi izləyirdim keçən ildə. Gəldiniz. Xətrinizə dəymədik sizin? Hə? Xətrinizə dəymədik? Yox, yox. Narazı değilsiniz? Çox sağ ol. Evet, burada işləyən qızlar da, həkim xanımlar da, hamısı sağ olsun. Çox yaxşıdır. Çox sağ olasınız dəyər verdiyiniz üçün. Bax, indi danışdınız. Danışanda hər hansı mən bir hərflərdə filan da bir narahatlıq, sıxıntılıq görmədim. Protez indi taxıldı ağzı. Yəni protez ağzı taxılmamışdı. Yəni gəzdirməyib. Bir narahatlıq, bir sıxıntı görmədim. Yox, var bir sıxıntı? İndi sıxıntı yoxdur, sonra olmayacaq. Yox, nə olacaq? Bir Deyirəm, baxaq. gedirəm Gəncəyə. Gedin Gəncəyə, hara ürək istəyirsən. Bax, bax. Heç. Bax, bax, bax. Burada protezin açar variantı budur ki, bunu buradan basırıq. Buradan basanda protezin arxası qalxır. Arxası qalxandan sonra protez ayrılır, rahat düşür. Burada bir baxaq. Bax, vururam. Yəni vurmanı da üzün hərəkətlərindən hiss edirsiniz. Bu o demək deyil, bütün pasiyentlərin ağzında belə olur. Bəzən gəlirlər ki, mən də o protezdən istəyirəm. Baxaq. Bax, dartıram, aşağı dartıram. Böyle. Aşağı protez də yerindədir. Bunu təkcə yuxarı dartanda da çıxacaq qarmağın hesabına, amma belə yerindədir. İndi burada vakuum səsinə baxaq. Biraz yaxından hiss eləsək. Gördün, vakuum səsi gəldi. Elə belə bir səs ki gəlir. O vakuumun sümürməsi hesabındadır. Burada gözəl vakuum əmələ gəlmişdir. Bağlayaq. Biz mübarəkdir deyirik. Çox sağ olun. Sağlıqla deyirik. Çox sağ olun.